Hörmətli televiziya tamaşaçıları, dəyərli seçkilərimiz, Yeni Azərbaycan Partiyası 2013-cü ilin seçkiləri kampaniyasına İlhamla İrəli şüarı ilə qatılıbdır. Xatırlayırsınızsa, 2008-ci ildə də Yeni Azərbaycan Partiyası bu şüarla seçkilərə qatıldı və hörmətli seçkilər sizin dəstəyinizlə böyük uğur qazandı. Biz yenə də bu şüarla seçkilərə qatılırıq. Çünki 2008-ci ildən başlayaraq bu şüarın həyata keçirilməsi nəticəsində Azərbaycan möhtəşəm, əzəmətli bir inkişaf yolunu keçə bildi. Azərbaycan böyük dəyişiklərə imza atdı və Azərbaycan İlhamla İrəli şüarının uğurlarını, faydalarını gördü. Bugün də görməkdədir. Bu səbəbdən biz belə hesab elədik ki, vətəndaşlarımıza, Azərbaycana, ölkəmizə, xalqımıza fayda və uğurlar gətirən İlhamla İrəli şüarını yenə də təkrar edik. Yenə də bu yolla inkişafa, yüksəlişə, tərəqqiyə, daha gözəl həyata doğru addımlamağa başlayaq. Azərbaycan xalqı həmişə müdrik qərarlar qəbul etməyi bacarıbdır. Tarixinin çətin anlarında belə qərarları qəbul etməklə fəlakətlərdən xilas ola bilibdir. 1993-cü ildə Azərbaycan xalqının müdrik qərarı ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın fəlakətlərdən, real fəlakətlərdən xilas elədi. İnsan səfalətdən xilas oldu. Azərbaycanda bugünkü Azərbaycanın formalaşması üçün fundamental əsas yaradan islahatlar həyata keçirildi. Sonraki mərhələlərdə isə Azərbaycan bu islahatların həyata keçirilməsi, davam etdirilməsi nəticəsində yeni bir cəmiyyətin qurulmasına nail oldu. Bu barədə dərin məsalarımızda bizim növbəti həftələr, günlər ərzində kifayət qədər geniş danışmağa imkanımız olacaqdır. Və güman edirəm ki, biz öz proqramımızı hörmətli seçkilərimizə ətraflı şəkildə təqdim edə biləcəyik. Cəmil Həsənli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin haqqında heç bir dəlili, sübutu olmayan, müəyyən təzyiqlər vasitəsilə ayrı-ayrı Azərbaycandan kənarda olan mərkəzlər tərəfindən uydurulmuş qəzet materialları əsasında ittihamlar səsləndirir. Mən isə Cəmil müəllimə bir-iki sual vermək istəyirəm və nəzərinizə çatdırmaq istəyirəm ki, hörmətli televiziya tamaşaçıları və seçicilərimiz bunlar qəzet materialları və qəzet yazıları deyil. Bunlar dövlət sənədləridir. Mən istəyirəm Cəmil Həsənliyə sual verirəm. Cəmil Həsənli, Azərbaycanda pensiyaya çıxmaq həddi 63 yaş olduğu halda siz pensiya çıxmaq yaşından 4 il əvvəl 2011-ci ildə pensiya necə çıxmışsınız? Siz 52-ci ildə anadan olmuşsunuz, bugün 61 yaşınız var, hələ 2 ildən sonra pensiya çıxmalısınız normal halda, amma əslində isə siz 2011-ci ilin 6-cı ayından pensiya alırsınız. Azərbaycanda vaxtından əvvəl pensiyaya çıxmağın 2 şərti var. Birincisi, çox uşaqlı ana olmaq lazımdır. Bu sizə yəqin ki, şamil olunmur. İkincisi, əlilliyə görə pensiyaya çıxılır. Mən istəyirəm Cəmil Həsənliyə sual verəm. Siz nəyin əllisiniz? Sizin əlliyiniz nədən ibarətdir ki, pensiya yaşına çatmazdan 4 il əvvəl siz pensiyaya çıxıbsınız və 2000 manat pensiya alırsınız. Milli Məclisin sabiq deputatı kimi. Ya siz etiraf etməlisiniz ki, siz pensiya orqanlarını allatmışsınız, saxtakarlıq etmişsiniz, qeyri-qanuni yolla pensiya almağa nail olmuşsunuz, ya etiraf etməlisiniz ki, siz əlilsiniz. Əlilliyiniz nədən ibarətdir? Mən sizin nəzərinizə çatdırıram ki, mənim xahişim əsasında, rəsmi xahişim əsasında Cəmil Həsənlinin pensiyaya çıxmasına əsas olan sənədlər mənə təqdim olunubdur. Cəmil Həsənli qeyd elədiyim kimi 2011-ci ilin iyun ayının 22-sində xəstəliyə görə təqaüdə çıxıbdır. Xəstəliyi nədən ibarətdir? Yaxşı görmür. Siz Cəmil Həsənlini nə zamansa eynəkdə gəzən görübsünüzmü ki, bunun bu dərəcədə xəstəliyi olsun? Ümumi xəstəliyi görməsinə görə. 3-cü qrup əlildir. Əlillik iş qabiliyyətini itirmək deməkdir. Və nəhayət, mənə təqdim olunan rəsmi sənəddə yazılıbdır ki, Cəmil Həsənli yalnız az həcmdə yüngül işdə işləyə bilər. Bu, ekspertizanın sizin
xəstəliyinizi yoxlayıb, onu araşdırarıq. Yoxlayıb, gəldiyi qənaətdir. Siz əlil olduğunuza görə az həcmdə yüngül işdə işləyə bilərsiniz. Siz özünüzü prezidentliyə namizəd olaraq irəliyə sürəndə biz düşündünüzmü ki, siz əlilsiniz və sizə rəy veriblər ki, siz az həcmdə yüngül işdən başqa digər işdə işləyə bilməzsiniz. Siz xəstəyə oxşamırsınız. Nə duruşunuz, nə yerişiniz, nə digər xəstəlik əlamətləri sizdə yoxdur. Siz etiraf etməlisiniz ki, ya siz fırıllaqla pensiya çıxmısınız, ya etiraf eləməlisiniz ki, siz həqiqətən əlilsiniz və siz yalnız ən yüngül işlərdə işləyə bilərsiniz. Biz sizdən bu cavabı gözləyirik. Siz nəsə cavab gözləyirsinizsə, biz sizdən bu cavabı gözləyirik. Digər məsələlər haqqında hörmətli seçicilər bizim hələ kifayət qədər vaxtımız olacaqdır ki, söhbət eləyək. Gecəniz xeyrə qalsın.